بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد اللهم صل على وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين أما بعد قال الله الحكيم في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم ما أصاب من مصيبة في الأرض ولا في أنفسكم إلا في كتاب من قبل أن نبرأها صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أوصيكم عباد الله ونفسي بتقوى الله Allah'ın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz möminlər. Allah cümə gününüzü mübarək eləsin. Allah bu cümənin xeyir və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, bütün İslam ümmətinə nəsib eləsin. Ona görə də ilk öncə özümüz, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalardan qərar ver. Keçən dəfə biz məzhəbçiliyin fəsadları barəsində danışdıq və ümumi yekun nəticə budur ki, ya insan müəyyən ortaq dəyərlərə sahib çıxıb birləşməlidir. Məsələn, necə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin dövründə ortaq dəyər Həzrət Peyğəmbər salavatullah sayılırdısa ki, insanlar o Həzrətin ətrafında birləşib bir-biri ilə mehriban idilər. İstər dost, istər düşmən Həzrət Peyğəmbər salavatullaha görə heç kəs həddini aşa bilmirdi. Ondan sonra o Həzrətdən sonra da əgər Allah Taala'nın təyin etdiyi həqiqi ilahi rəhbərlərə tabi olunsaydı, o Həzrətlərin ətrafında birləşilsəydi, təbii ki, ixtilaf olmazdı. İndi biz bildiyimiz kimi sonuncu həqiqi ilahi rəhbər Allah Taala onu qeybə çəkib, qeybdədir. Aramızda olsa da biz onu o Həzrəti görə bilmirik. Ona görə də indi hal-hazırda müsəlmanların həqiqi ilahi rəhbər olan sonuncu imamın ətrafında birləşməsi qeyri-mümkündür. Ona görə də əsas məqsəd deməli, həqiqi birlik o Həzrətin zuhuru zamanı, həqiqi vəhdət o Həzrətin ətrafında birləşilən zaman baş tutacaq. O vaxta qədər bizim vəzifəmiz bir-birimizə, dinimiz ayrı olsa da, tutalım etiqadımız ayrı olsa da, bir-birimizə hörmət göstərmək, mehribanlıq göstərmək, İslam düşmənlərinin aramıza təfriqə salmasına imkan verməməkdir. Ona görə Allah and verir, İzzət Cəlalı xatirinə İmam Zaman əleyhissalamın pak vücudun səlamət zuhurunu təcil eləsin və bizi o Həzrətin ətrafında vəhdət quranlardan, birləşənlərdən qərar versin. Quran-ı Kərimin bir ayəsi var. O ayənin haqqında istəyərdim danışım. Allah Taala Hədid surəsi 22-ci ayədə buyurur: "Mə əsabə min musibətin fil ardı və la fi anfusikum illə fi kitabin." Yer üzündə baş verən yaxud sizin başınıza gələcək elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o bir kitabda yazılmamış olsun. Yəni sizin başınıza gələn və yer üzərində baş verən bütün işlər, hadisələr bundan öncə mütləq bir kitabda qeyd olunub. Bir bu ayə, bir də ki, Həzrət Peyğəmbərimiz sallavatullahın bir hədisi var. Bu ikisini də bir yerə toplayanda açıqlamaya ehtiyac olur. Ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur: Allahın iradə və istəyi olmadan yaxşı və pis işlərin baş verməsini təsəvvür eləyənlər ki, kimlərdir bunlar? İnşallah sonradan haqlarında danışacağı cəbr və təhvizə inananlar. Allah Taala'nı mütləq hakimiyyət dairəsindən indiriblər. Kimlər ki, Allah Taala'nın iradə və istəyi olmadan yaxşı və pis işlərin baş verməsinə inanırsa, onlar Allah Taala'nı mütləq hakimiyyət dairəsindən indiriblər.
Və sonra Həzrət buyurur, hər kim günahlarını bəşərə verdiyi qüvvəyə əsaslanmadan, Allahın bəşərə verdiyi qüvvəyə əsaslanmadan görüldüyünü güman edirsə, Allaha qarşı yalan uydurub, yalan danışıb. Bu, həm ayənin, həm də hədisin başa düşülməsindən ötürü təbii ki, bizim daim gündəmdə olan mövzulardan biri olan qəza və qədərlə bağlı mövzuya müraciət etməyə ehtiyac duyulur. Əgər qəza və qədər sözlərinin mənasını başa düşsək və insanların o qəza və qədər məsələsində əsas sıxıntı yaranan nöqtəni açıqlaya bilsək və həmin yerdə nə üçün insanların bəzilərinin azlıqlarını aşkara çıxarda bilsək, onda həm ayənin, həm də hədisin mənasını düzgün başa düşəcəyik. Ona görə də istəyərdim qəza və qədər sözlərinin mənası haqqında qısa da olsa sizlərə məlumat verim. Düzdür ki, biz bu haqda çox sözlərə, söhbətlərə, moizələrə, xütbələrə qulaq asırıq, amma görürsən müəyyən nöqsanlar, müəyyən gizli məqamlar qalır və sonralar hər dəfə onlar soruşulur, sual verilir. Qəza və qədərin ümumi mənası qədər bir şeyin planlaşdırılmasıdır. Qəza isə həmin planlaşdırılan işin həyata keçməsi deməkdir. Ümumi mənası budur. Bəs bu sözlərin xüsusi mənaları nədir? Məsələn, qəza sözünün mənası nədir? Quran-Kərimdə qəza sözü müxtəlif mənalarda işlənib. Və təhqiqatçılar qeyd edirlər ki, Quranda bu söz əmr və vacib mənasında işlənib. Bəzi ayələrdə elan və xəbər mənasında işlənib. Yaxud başqa bir ayədə son və nəhayət mənasında. Eyni zamanda hökm və qəzavət mənalarında, bir çox mənalarda Quran-Kərimdə işlənib. Və hər birinə aid Quran-Kərimdə təbii ki, ayələr var. Alimlər, araşdırmacılar həmin ayələri təqdim edirlər. İstəmirəm o ayələri bir-bir oxuyum. Amma görkəmli ərəb filoloqu, ərəb dilçisi, dilşünas Əhməd İbn Fariz İbn Zəkəriyyə özünün Əl-Məqayis adlı əsərində qəza və qədər haqqında bir söz yazır. Deyir, qəza sözünün mənasının zahirən müxtəlif ifadələri özündə əhatə etməsinə baxmayaraq, qəza sözünü zahirən müxtəlif mənalar özündə əks etdirməyinə baxmayaraq, əsas bir hədəfi var, bir məfhumu ifadə edir. Nədir o məfhum? Bir xüsusi və son dərəcə möhkəmliyi olan hər hansı bir işə və ya hadisəyə qəza deyilir. Yenə deyirəm, xüsusi bir möhkəmliyi və son dərəcə vacibliyi olan bir işə və yaxud hadisəyə qəza deyilir. Sonra misal çəkir. Deyir, məsələn, səmaların yaradılışı xüsusi istehkama malikdir. Səmalar çox möhkəm yaradılıb. Və ona görə də Allah Teala bunu qəza sözü ilə Quran-Kərimdə ifadə edir. Məsələn, Fussilat surəsi 12-ci ayədə Allah Teala buyurur: "Fəqazahunna sab'a samawatin fi yawmayn." Allah səmaları 7 göy olaraq 2 gün ərzində xüsusi möhkəmliyi ilə yaratdı. Allah Teala 7 göyün möhkəm yaradılmasına işarə eləmək üçün, bəyan eləmək üçün qaza kəlməsindən istifadə edir. Qazahunna, yəni onları çox möhkəm yaradıb Allah. Yaxud başqa bir mənası, acı görürsünüz, qazinin və hakimin sözü xüsusi qətiyyətə malikdir. Qazinin və hakimin verdiyi, çıxartdığı hökm xüsusi qətiyyətə malikdir və icra olunması da təbii ki, vacibdir. Ona görə də onun verdiyi hökm qəzavət adlanır. Bax, sözünün möhkəmliyinə, qətiyyətinə görə, verdiyi hökmün möhkəm olmasına, icrasının vacib olmasına görə həmin hökm qəzavət adlanır, özü də qazi adlanır, qəza kəlməsindən. Yaxud başqa bir misal, canlı varlıqlarda ölüm dəyişilməz bir qanundur, bunu hamımız bilirik. Ona görə də ərəb dilində ölümün bir adı da qaza kəlməsi ilə ifadə olunur. Quran-Kərimdə bir neçə yerdə qaza kəlməsi işlənir, ölmək mənasını ifadə edir.
Məsələn, Zümər surəsi 42-ci ayədə qada aleyhəl maut. Ölüm hökmünü verdi, ölüm hökmünü oxudu. Yaxud da Allah Taala görsən Quran-Kərimdə yalnız özünə ibadət edilməyin, sonra valideynlərə xüsusi hörmətlə yanaşmağın, yaxşılıq eləməyin nə qədər vacib olduğunu ifadə eləmək üçün qaza kəlməsindən istifadə edir. Məsələn, İsra surəsi 23-cü ayədə buyurur: "Və qaza rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsanan." Ey Peyğəmbər, sənin Rəbbin yalnız ona ibadət olunmasını, bu birinci məsələ, yalnız Allaha ibadət olunmasını və valideynə yaxşılıq edilməsini qaza, yəni vacib buyurub. Möhkəm bir əmr, vacib bir əmr olaraq qətiyyətlə buyurub. Rağib İsfahani Əl-Müfrədat adlı əsərində məşhur lüğət alimidir, filoloqdur. Deyir, həm lüğətdə, həm də cəmaat arasında, yəni istilahda bu kəlmənin mənası hər hansı bir sözlə, yaxud hər hansı bir rəftarla, davranışla bir işə son qoymaq deməkdir, qəza. Deməli, qəza sözünün mənası xüsusi möhkəmlik və qətiyyət deməkdir. Eyni zamanda tərəddüd və süslikdən uzaq bir iş mənasını ifadə edir. Bəs qədər sözünün mənası nədir? Qədər sözünün də Quran-Kərimdə əsasən ölçü mənasını ifadə edir, miqdar mənasını daşıyır. Quran-Kərimdə işlənən ən çox qədər kəlməsinin mənası ölçü və miqdar mənasını ifadə edir. Məsələn, Rəd surəsi 17-ci ayədə Allah Taala buyurur: Bismillahirrahmanirrahim. Ənzələ minəs-səmai ma'an fəsalət awdiyatun biqadariha. Allah göydən su endirdi. Vadilər də öz tutumlarına, öz ölçülərinə uyğun olaraq dolub daşdılar. Yaxud Müzzəmmil surəsi 20-ci ayədə Allah Taala buyurur: Vallahu yuqaddirul-leylə ven-nəhar. Allah gecə və gündüzü müəyyən bir ölçü ilə qərar verib. Gecə gündüz üçün müəyyən bir ölçü qərar verir. Fikir versə, qışda gecələr uzanır, gündüzlər qısalır. Yayda isə əksinə, gündüzlər uzanır, gecələr qısalır. Deməli, gecə və gündüzün uzunluğuna, nə qədər olmasına ölçü verən, qədər təyin edən Allah Taaladır. Öz hikməti əsasında. Yaxud başqa bir ayədə buyurur: وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ. Hicr surəsi 21-ci ayədə buyurur ki, biz hər bir şeyi, nəinki gecə gündüz, nəinki başqa varlıqlar, hər bir şeyi müəyyən bir ölçüdə göndəririk. Əvvəl ölçü təyin edirik, ondan sonra göndəririk. Biz də fikirləşirik ki, bugün niyə bu iş belə oldu, yaxud dünən niyə belə idi, filan kəsdə niyə elədi, məndə niyə belədir. Deməli, Allah Taala bu ayə ilə bildirmək istəyir ki, hər bir şeyi müəyyən miqdarda ölçü ilə biz göndəririk. Biz o ölçünü təyin edirik. Amma başqa bir mənası da var qədərin. Quran-Kərimdə buna az rast gəlinsə də, azaltmaq, məhdudlaşdırmaq mənası da var. Məsələn, Təlaq surəsi 7-ci ayədə Allah Taala buyurur: وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ. İmkanı azaldılan, məhdudlaşdırılan kəs, yəni azaltmaq, məhdudlaşdırmaq mənasında. Yenə də Rağib İsfahaninin özünün Əl-Müfrədat əsərində bu qədərlə bağlı gözəl açıqlama verib, istəyirəm onu sizlə bölüşüm. Deyir ki, əşyalarda qədər və təqdirin mənası odur ki, əşyalardakı qədər və təqdirin mənası odur ki, Allah Taala hər şeyi öz hikmətinin tələbinə uyğun olaraq müəyyən bir ölçüdə yaradıb. Allah hər bir şeyi öz hikmətinin tələbinə uyğun olaraq yaradıb və onlar üçün müəyyən bir ölçü təyin edib. Bu əşyalardakı qədərin mənasıdır. Sonra deyir, çünki səbəb budur ki, dünyadakı varlıqlar iki yerə bölünür. Birincisi tədrici varlıqlar, ikincisi qeyri-tədrici varlıqlar. Tədrici və qeyri-tədrici varlıqlar nədir? Məsələn, tədrici varlıqlar izah edir. Deyir, məsələn, Allah Taala əvvəl toxumu yaradır. Toxumu yaradır, o toxum gələcəkdə böyüyür, cücərir, inkişaf edir, bitkiyə yaxud ağaca çevrilir, ağacdan sonra meyvəyə çevrilir, insanlara fayda verir.
Həmin o meyvə ki, ağac böyüdü, yaşıllaşdı, meyvə verdi, meyvədən də həmin o meyvə əvvəl toxum formasında idi. Deməli, toxum meyvə olacaqdı. Onun meyvə olması üçün müəyyən zamana, mərhələyə ehtiyac var. Tədricən toxum getdi, oldu, inkişaf elədi, meyvə formasına çatdı. Yaxud başqa bir misal rüşeym. İnsanın əvvəli rüşeym halında olur və insan getdikcə o rüşeym inkişaf edir ana bətnində, sonra dünyaya gəlir uşaq formasında. Sonra uşaq getdikcə böyüməyə başlayır. Böyüdükcə inkişaf edir, gəlir məsələn bu hala çatır. İndiki halına çatır. Halbuki əvvəl bir rüşeym. O rüşeym deməli bu insan olacaqdı. O insan formasına çatmaq üçün müəyyən mərhələlərə, tədricliyə ehtiyac var. Buna tədrici varlıq deyirlər. Ona görə Allah Teala deyir, hətta Əla surəsinin 3-cü ayəsi misal çəkir, deyir ki, وَالَّذِي قَدَّرَ فَهَدَى Allah hər bir şeyi əvvəl yaradır, təqdir eləyir, yəni yaradır, fəhədə, sonra hidayət eləyir. Yəni ki, Allah hər bir şeyi müəyyən bir ölçüdə yaradandan sonra onu əsl məqsədə, sonraki inkişaf mərhələsinə tərəf yönləndirir, istiqamətləndirir ki, inkişaf eləsin, geçsin, əsl mətləbə çatsın. Bu tədrici. Deməli, gördüyümüz varlıqların əksəriyyəti ki, mərhələ-mərhələ böyüyür, ətrafımızda müşahidə edədiyimiz əksər əşyalar, əksər varlıqlar tədrici varlıqlardır. Tədricən inkişaf eləyir, böyüyür. Amma tədrici olmayan varlıqlara nümunə nədir? Deyir ki, məsələn, mələklər. Allah Teala mələkləri yaradıb sonradan inkişaf elətdirmir onları. Elə onları olduqları kimi yaradır. Olduqları kimi yaranırlar və o halda da ibadət eləyirlər, itaat eləyirlər. Amma istəyirdim bu qədər və qəza məsələsinin, qəza və qədər sözünün əsl mənasının nə olduğunu istəyirdim İmam Rıza əleyhissalamdan, 8-ci məsum İmam əleyhissalamdan sizlərə rəvayət edeyim. Yunus ibn Əbdürrəhman deyir ki, İmam Rıza əleyhissalamdan soruşdum. Qədər sözünün mənası nədir? Qədər nə deməkdir? Həzrət deyir, buyurdu ki, qədər bir şeyin yaranan vaxtdan etibarən fani olana qədər hüdudlarının təyin olunmasına deyilir. Bir şeyin yarandığı gündən fani olacağı günə qədər onun hüdudlarının təyin olunmasıdır. Sonra Yunus ibn Əbdürrəhman deyir, soruşdum ki, bəs qəza sözünün mənası nədir? Həzrət deyir, buyurdu ki, qəza həmin şeyin qəti olaraq həyatda gerçəkləşməsi deməkdir. Sadə bir misaldan bilirsiniz necə izah edə bilərik? Ki, insan əvvəlcə bir işi planlaşdırır, sonra onu həyata keçirir. Məsələn, əgər biri mühəndissə, bir ev tikmək istəyir, bina inşa eləmək istəyirsə, əvvəl onun dizaynını çəkir, sonra başlayır həmin dizayna uyğun olaraq onu tikməyə. Qəza bu qədər, bax budur, həmin planlaşdırmaya qədər deyilir. Onun həyata keçirilməsinə, o həmin planda olanın həyata keçirilməsinə isə qəza deyilir. Allaha and verir izzət cəlalı xatirinə qəza və qədəri yüksək səviyyədə olan bəndələrindən bizlər də qərar versin və həyatında düzgün seçim etməklə gözəl aqibətə nail olanlardan eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-samad, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Deməli, qəza və qədər haqqında danışırdıq və qəza və qədərin mənalarına işarə elədik ki, qəza sözünün mənası nədir, qədər sözünün mənası yekun nəticə bu oldu ki, insanın işlərinin planlaşdırması qədərdirsə, həyata keçirməsi qəzadır. Yaxud Allah Taala'nın insan üçün taleyi yazması qədərdirsə, onu həyata keçirilməsi isə, baş verməsi isə qəza sayılır. Və qəza və qədərin müxtəlif növləri var. İnsan onun növləri haqqında məlumatı əldə eləyəndə istər-istəməz onda müəyyən qaranlıq olan səhifələr işıqlanır, aydınlığa çıxır. Qəza və qədərin iki əsas növü var. Təkvini qəza və qədər və təşriyi qəza və qədər. Təkvini qəza və qədər nədir təkvini? Yəni, dünyanın, aləmin müəyyən bir plan əsasında qurulması, nizama salınması və insan
təkvini qəza və qədərə əsasən, məsələn, təkvini qəza və qədər dəyişilməz qanunlardır ki, Allah Teala onu əmr eləyib, o cürdə qərar verib. Kim ona tabi olsa, nəticəsində görəcək. Məsələn, əgər biri tənbəllik eləyib, sonra maddi çətinlik yaşayırsa, bu onun öz günahıdır. Çünki qanun budur ki, tənbəllik eləyən şəxsin maddi sıxıntısı olmalıdır. İşsizliyə meyilli olan şəxs iqtisadi cəhətdən problem yaşamalıdır. Amma zəhmətkeş olan kəs bir uğur əldə eləməlidir. İstər maddi cəhətdən, istər elmi sahədə, istər digər sahələrdə. Çünki Quran ayəsi var. Hər kəs öz səyi qədər qarşılığını görəcək, əməlinin qarşılığını görəcək. İndi burada istər-istəməz insanların zehnində bir sual yaranır. Bəs necə olur ki, bəzi işləyənlər, zəhmət çəkənlər inkişaf edirlər, böyük uğur əldə edirlər, böyük bir maddiyyat, sərvət sahibi olurlar, amma tanıdığımız müəyyən zəhmətkeş insanlar var ki, onlar maddi ehtiyaclarını tam ödəyə bilmirlər. Necə olur? Əgər təkvini hidayətin tələbi zəhmət çəkənin uğur qazanmasıdırsa, necə ola bilər ki, bəzi zəhmət çəkənlər uğuru əldə edirlər, çox yüksəklərə gedirlər. Amma bəziləri uğur müəyyən mənada əldə eləsə də, amma çətinlikləri də çoxdur. Bax, təkvini, qəza və qədərin bu cür problemlərini, bu cür suallarını təşrii qəza və qədər həll edir. Təşrii qəza və qədər, yəni şəriətin buyurduğu qəza və qədər. Allah Teala bəli buyurub ki, kim nə qədər zəhmət çəksə, onun qarşılığını görəcək, öz zəhməti miqdarında qarşılığını görəcək. İndi biri də zəhmət çəkir, böyük bir mal-mülk əldə edir, sərvət əldə edir. Digər də zəhmətkeşdir, ehtiyac içindədir. Ona görə də buradakı boşluğu doldurmaq üçün Allah Teala şəriətdəki qəza və qədəri insanlara vacib edir. Məsələn, varlı ki, müəyyən gücə, qüdrətə malik olur, sərvətə malik olur, Allah Teala ona bir xəbərdarlıq göndərir ki, ey imkanlı bəndəm, ey sərvətli bəndəm, sən elə bilmə ki, öz başına gəlib həmin yerə çatmısan. Mənim sənə verdiyim güc, qüdrət nəticəsində və aləmdə qoyduğum o çalışmağın nəticəsinin uğurlu olmasının qayda qanununa əsasən ona əməl etdiyin üçün gəlib bu yerə çatmısan. Ona görə də sənin əldə etdiyin sərvətin müəyyən miqdarı sənin deyil. Məsələn, xümsü vacib eləyir, zəkatı vacib eləyir. Sənin əlindəki malın, tutalım 100 malın varsa, onun 80-ı sənindir, yenə də sənindir. 20-si isə sənin deyil, ehtiyaclarındır. Allah görürsünüz burada boşluğu necə düzəldir. Təkvini qəza və qədərdəki boşluğu təşrii qəza və qədər vasitəsilə həll eləyir. Ki, mən söz vermişəm ki, kim çalışsa, zəhmət çəksə, onu mütləq dolanışığını təmin edəcəyəm. Nəyin vasitəsilə? Həmin, bax, bu şəriətin qanunlarının vasitəsilə. Biri ki, işdə uğur qazandı, getdi qabağa, onun qabağa getməsinə Allah Teala şəriət vasitəsilə müəyyən mükəlləfiyyət qoyur qarşısına. Ki, sən bu mükəlləfiyyətin nəticəsində özündən başqalarını da nəzərə almasan. Özünün və ailənin sənə tabi olanların illik xərcindən artıq qalan miqdarın, həmin o artığın yenə də 5də 4-ü sənin, amma 5də 1-in ehtiyac sahiblərinə çatdır. Bu zəhmətkeş insan da ki, zəhmət çəkirdi, çalışırdı, bir şey əldə elə bilmirdi. Allah Teala sanki ona da nida edir ki, ey mənim bəndəm, narahat olma, sənin bu problemin filan kəsin vasitəsilə həll eləyəcəyəm. Və həmin xümüsü insanlara o ehtiyac sahiblərinə çatdırmaqla, zəkatı ehtiyac sahiblərinə çatdırmaqla onlar da öz təminatlarını ödəyirlər. Nəticədə zəhmət çəkən hər bir kəs, əgər zəhmətkeşdirsə, zəhməti bəhrəsiz qalmır. Amma burada bir məsələ var ki, insanlar təşrii hidayətdə bəzən yollarını azırlar. Şəriət cəhətdən Allah Teala müəyyən vacibatı onların mükəlləf eləyir. Onlar o vacibata riayət etməyəndə cəmiyyətdə, toplumda iqtisadi böhranlar yaşanır, müxtəlif problemlər yaşanır.
Bu isə insanların öz günahıdır, onu düzəltmək mümkündür. Təşriyi, qəza və qədərdəki problemləri insanlar öz nəfslərinə qalib gəlməklə düzəldə bilərlər. Ehtiyacından artıq olan əlindəki mülkün 5də 4-ü yenə sənin bir hissəsi ehtiyac sahiblərinin. Bunu hətta indi qayda qanunları dünyadakı ümumiyyətlə ölkələrdə, müxtəlif ölkələrdə olan qayda qanunlara baxanda görürük ki, bu müəyyən mənada başladılıb, icra olunur. Tutalım ki, sərvətlilərin, dövlət səviyyəsində sərvətlilərin, görürsən, sahibkarların sərvətindən müəyyən vergilər tutulur, sosial yardım xidməti yaradılır. O vasitə ilə kimlər ki, çalışırlar, işləyirlər, amma məvacibi azdır, məsələn 300-500 manatdır. İndi qalanı tutalım 1200 manat olmalı, 4 nəfərli ailədə minimum yaşayış səviyyədə 1200 manat olmasa, qalanını o vasitə ilə ödəməyə çalışırlar. Düzdür ki, burada indi bu sosial yardım məsələlərində müəyyən çatışmazlıqlar, nöqsanlar, narazılıqlar olur, amma əsası qoyulub inşallah ümidimiz budur ki, getdikcə düzələr, düzəlməyə doğru gedər. Bu qəza və qədərin növləri. Digər bir məsələ isə qəza və qədərdə anlaşılmazlıq səbəbləri. Əsas qəza və qədərdə anlaşılmazlıq yaradan səbəb nədən ibarətdir? İnsan qəza və qədər məsələsində bəzən ifrata varır. İki əsas səbəb var. Bəzən də təfritə düşür. İfrata varmaq nədir? Cəbirdir. Yəni, mən müəyyən işləri, hadisələri izləyirəm həyatda. Görürəm ki, sən demə, mən özümdən asılı olmayaraq müəyyən işlərə məcbur edilirəm. Məsələn, insanın dünyaya gəlməyi. İnsan baxır ki, öz başına dünyaya gəlməyib, öz ixtiyarı ilə dünyaya gəlməyib. Bu, məcburi şəkildə dünyaya gəlib. Fikirləşir ki, deməli, məcburiyyət var. Cəbir düşüncəsinin, etiqadının mənsublarının fikrini çatdırıram. Fikirləşir ki, mən öz ixtiyarımdan yaradılmamışam, mən məcburi olaraq dünyaya gətirilmişəm və mən öz istəyimlə böyümürəm, yaşdan yaşa inkişaf eləmirəm, məni inkişaf etdirən var. Fikirləşir ki, mən buna məcbur edilirəm, mənim öz istəyimlə olsa, məsələn, deyirəm, uşaq kimi qalmaq istəyirəm, yaxud gənc kimi qalmaq, qocalmaq istəmirəm. Özümdən asılı olmayaraq müəyyən şeylərə məcbur edilirəm. Bunu müşahidə edir insan. Və bütün bu müşahidə, və sonunda da görür ki, özü də istəmədən dünyadan köçür. Özünün istəyi budur ki, mən burada qalım, getməyim. Bilmir ki, ona axirətdə daha gözəl mənzərələr gözləyir. Ona görə də fikirləşir ki, bura mənim üçün yaxşıdır. Və belə olan tərzdə öz-özlüyündə fikirləşir ki, əgər mənim ixtiyarım, mənim icazəm, mənim razılığım olmadan, məndən soruşulmadan bu dünyaya gətirilirəmsə, məcbur edilirəmsə, bu dünyada məcburi şəkildə böyüyüb qocalıramsa və bu dünyadan məcburi şəkildə köçürəmsə, deməli, mənim taliyim əvvəlcədən məcburi şəkildə yazılıb, mən o taliyini yaşayıram. Belə bir səhv düşüncəyə qapılır. Buna deyirlər ifrat. Yəni, Allah sanki məni yaradan Allahdır, o mənim üçün bu taliyini yazıb, nə yazıbsa mən onu yaşayacam. Belə olanda böyük bir problemlər ortaya çıxır. O problemlər ortaya çıxır ki, insan başlayır etiqaddan, dini düşüncələrdən uzaqlaşmağa və əxlaqi rəftarlardan yavaş-yavaş soymağa başlayır. Fikirləşir, əgər günah eləsəm, o da mənim üçün yazılıb, savab eləsəm, o da mənim üçün yazılıbsa, mən öz həva həvəsimə tabi oluram. Belə problemlər yaşanır. Yaxud təfrit deyirlər, təfritə düşür. Təfrit nədir? İnsan qəza və qədər məsələsində təfritə düşməsin, təfviz adlandırırlar. Yəni, insan fikirləşir ki, mən həyatda addımlarımı, gündəlik işlərimi özüm icra eləyirəm. Deməli, mənim ixtiyarım öz əlimdədir. Allah mənim işlərimə təsir eləyə bilməz. İstəsəm otururam, istəsəm dururam, hər şeyi özüm eləyirəmsə, Allah mənim həyatımı müdaxilə eləyə bilmirsə, mən tam ixtiyar sahibiyəm. Bu da ifrata, təfritə düşmək deməkdir qəza və qədər məsələsində. Bu da səhv anlayışdır. Səhv anlayışdır, çünki bu anlayışın sahibləri Allahın qüdrətin kölgə altına salırlar və Allahın onun üçün göndərdiyi gündəlik nemətləri danırlar, inkar edirlər, özlərinin o nemətə sahib olduğu güman etməklə sanki Allaha şərik qoşurlar. Nəticə nə olur? Nəticə olur ki, bütün bunları bir bəhanə gətirərək məsuliyyətsizliyə, məsuliyyətdən qaçmağa üz tuturlar.
İnsan məsuliyyətdən qaçmağa üz tutanda artıq cəmiyyətdə əxlaqsızlıqların, çirkin işlərin sayı get-gedə artır. Və insan özün Allahdan ehtiyatsız hiss eləyəndə başlayır tüğyan eləməyə. Quran-ı Kərimdə də ayə var. Allah Teala həmin ayədə buyurur ki, insan özünü ehtiyatsız gördüyüdə tüğyan eləyir, üsyan eləyir. Halbuki Allah Quran-ı Kərimin başqa bir ayəsində buyurur ki, Ya eyyuhənnəs, ey insanlar, entumul fuqarau ilallah, siz Allaha möhtaçsınız, ehtiyaclısınız. Vallahu huvel ganiyyul hamid. Allah isə ehtiyatsızdır. Allahın işləri tərifə layiqdir. Ona görə də alimlər mütləq şəkildə alimlərin əksəriyyəti məsləhətləri bundan ibarət ki, insan bu qəza və qədər məsələsində nə ifrata varsın, cəbriyyəlilərə qoşulsun ki, həyatın məcburiyyət altındadır, mənim üçün yazılıb, nə ona tabi olsun, nə də təfritə düşsün, təfviz əhlinə qoşulsun. Əsas yol orta yoldur, orta yolu tutub getmək lazımdır. İmam Sadiq əleyhissalamdan bir hədis var. Həzrət buyurur, insanlar 3 qismə bölünür. Bir dəstə iddia edir ki, Allah insanları günah etməyə məcbur edib. Belə bir inancda olan şəxs Allaha zülm edib, ona görə də kafir sayılır. Həzrət bir sadalayır, açıqlayır. İkinci dəstə iddia edir ki, işlər insanların öhdəsinə buraxılıb. Belə bir inancda olan kəs də Allah Taala'nın qüdrətini kiçildir, ona görə də kafir sayılır. Sonra Həzrət buyurur, üçüncü dəstə isə iddia edir ki, Allah insanları gücləri çatdığı şeylərə mükəlləf edib, vəzifələndirib. Onları gücləri çatmayan şeylərlə mükəlləf eləməyib, vəzifələndirməyib. Belə o bir şəxs deyir, Həzrət buyurur ki, yaxşı iş görəndə Allaha həmd sənalar diləyir ki, yaxşı iş görmüşəm və pis iş görəndə Allahdan bağışlanmaq diləyir. Bax, orta yol budur. Sonra Həzrət sonda buyurur ki, əsl müsəlman, yəni ağlı, həddi buluğu olan müsəlman budur. İmam Rıza əleyhissalam buyurur, nə Allah Teala'ya itaət edənlər məcburiyyətlə itaət eləyirlər, yəni Allaha itaət eləyənlər ona məcburi itaət eləmirlər, nə ona itaatsizlik eləyənlər qalib gələrək itaatsizlik, nə də ki, itaatsizlik göstərənlər Allaha qalib gəldiklərinə görə itaatsizlik eləmirlər. Sonra buyurur, nə də Allah öz səltənətində insanları öz başlarına buraxmayıb. Bəs nədir məsələ? Həzrət buyurur, əgər insanlar ona itaat eləsələr, Allah Teala əsla bunun qarşısını almaz. Əgər insanlar ona itaatsizlik etmək istəsələr, onda da onları itaatsizlikdən saxlamaq istəsə saxlayar. İstəməsə və bəndələr itaatsizlik etsələr, onda onları itaatsizliyə sürükləyən Allah sayılmır. Görürsünüz, nə gözəl açıqlayır İmam Rıza əleyhissalam. Başqa bir hədisdə İmam Rıza əleyhissalam buyurur, Allah Teala deyir, ey Adəm evladı, mənim iradə və istəyimlə istəyirsən sən. Bir şey istəyəndə mənim verdiyim iradə və istəyirlə istəyirsən. Mənim verdiyim güclə, mənim vacibatıma əməl edirsən. Çox da lovalanma ki, mən haqq yoldayam, mən ibadət əhliyəm. O sənə mənim tərəfimdən bəxş olunub. Sonra buyurur, mənim nemətimlə günahlar qarşısında dayanırsan, günahlara tab gətirirsən, mənim sənə verdiyim imanla. Sonra buyurur, mən səni eşidən, görən və güclü yaratmışam. Sən nə yaxşılıq etsən, Allahdandır, nə pislik etsən, özündəndir. Başqa bir hədisdə Həzrət buyurur ki, Allah Teala buyurur, mənim sənə verdiyim güc ilə mənə qarşı günah, üsyankarlıq edirsən. İmam Sadiq əleyhissalam buyurur, nə cəbir, nə təfviz doğrudur. Əksinə orta yol, bu ikisinin arasındakı doğru yoldur. Ravi deyir ki, soruşdum, ikisinin arasındakında məqsəd nədir? Həzrət buyurdu ki, sənə bir misal deyim. Raviyə deyir ki, sənə bir misal deyim. Fərz elə ki, bir adamın günah etdiyini gördün. Görsən ki, bir nəfər günah edir. Gedib o insanı günahdan çəkindirirsən. Çəkindirdin, amma o adam səni dinləmədi, sən sözüvə qulaq asmadı. Sən də onu öz işi ilə baş-başa buraxıb çıxıb gəlirsən. Həzrət buyurur, belə bir vəziyyətdə o adam sənin məsləhətini qəbul eləmədiyinə görə sən ondan üz söndərib gəlirsənsə, ona günah etməyi əmr edən sən olmamısan. Özü öz ixtiyarı ilə günahı seçib. Sən isə ona yaxşılığın bu olub ki, ona nəsihət vermirsən. Qulaq asmayıb özü günahı seçibsə, o onun öz günahıdır.
Və İmam Sadiq əleyhissalam buyurur, hansı işə görə bəndəni qınaya bilərsənsə, çox gözəl bir meyardır. Hansı işə görə bəndəni qınaya bilərsənsə, o iş bəndədən sayılır. Və hansı işə görə bəndəni qınaya bilməzsənsə, o iş Allahdan sayılır. Misal çəkir. Məsələn, deyir, Allah bəndiyə deyər, niyə günah elədin? Yaxud deyə bilər, niyə itaətdən çıxdın? Niyə şərab içdin? Niyə zina etdin? Və s. Amma lakin heç vaxt Allah bəndəsinə deməz ki, niyə xəstələndin? Niyə boyun balacadır? Niyə rəngin ağdır? Niyə rəngin qaradır? Deyir, çünki bu insanlar, bu işlər bəndədən yox, Allahdan sayılır. Yəni, hər şeyə imamlarımız əleyhimussalam çox sadə misallarla bizlərə tövsiyə edib. Sonunda İmam Rıza əleyhissalam bir hədis deyim, onunla da sözümü tamamlayayım. İmam Rıza əleyhissalam buyurur ki, cəbr və təfviz məsələsi, qəza qədər məsələsi haqqında danışanda Həzrət buyurur, əgər istəyirsinizsə sizə bu haqda ümumi bir qanun öyrədim ki, bütün hallarda ona müraciət, o qanuna müraciət eləyəndə öz aranızda nə ixtilaf yaransın, nə də sizə bu barədə qalib gələn olsun. Təbii ki, deyirlər ki, bəli, buyurun. Ətrafındakılar deyirlər, bizə o qanunu öyrət ki, biz problemə, ixtilafa düşməyək. O qanun nəticəsində bizə qalib gələn də olmasın. Həzrət buyurur, mütəal Allah ikrah və məcburiyyətlə itaət olunmur. Allah Teala'ya itaət edənlər, Allah məcbur eləməyib onları itaət etməyə. Sonra buyurur, yəni ona müti olanlar öz ixtiyarları ilə itaət edirlər. Sonra buyurur, həmçinin ona asi olunduqda da məğlub edilmir. Allah məğlub edilməzdir. Yəni təfvizə, hər şeyin ixtiyarı mənim əlimdədir deyənlərə, insanların, gümanların əks olaraq günahkar şəxs onun qüdrətindən xaric deyil. Günahkar şəxs Allahın qüdrətindən xaric deyil. Deyə bilməz ki, mən Allahın qüdrəti mənim həyatımda heç bir təsiri yoxdur, mən öz istəyimlə günahı seçirəm və belə bir insan sərbəst sayılmır. Çünki o günaha doğru atdığı hər bir addıma Allah ona güc qüvvət vermişdir, o səhv istiqamətdə o güc qüvvəti israf edir. Sonra buyurur, özü də Allah Teala qadirdir. Əksinə bəndələrinə verdiyinə özü də malikdir. Bəndiyə nə veribsə o Allahın özündə də var. Onların gördüklərinə özü də qadirdir. Nə iş görürlərsə Allah özü də ona qadirdir. Deməli, bəndələri itaət etdikdə və əmrinə təslim olduqda Allah onlara mane olmur. İtaət yollarını onların üzlərinə bağlamır. Onun əmrlərini asi olmaq istəyəndə isə ya iki yoldan biri, ya onların günahlarının qarşısını alır, ya da almır. Hər iki halda o, yəni Allah bəndələrini heç vaxt günaha vadar etmir. Allah and verir İzzət Cəlalı xatirinə. Bizi Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamı bu hikmətli kəlamlarından faydalanan bəndələrindən qərar versin və Allah tərəfindən qəza və qədərində öz seçimi ilə uğurla həyatını başa vuranlardan, axirətə uca məqama nail olanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna shani'aka huwal abtar. Sadaqallahul aliyyul azim.